Şəhid Cavidimin qəhrəmanlıq dastanı. Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Cavid Səfərlinin anadan olmasının 32-ci il dönümündə onun həyat və döyüş yolundan bəhs edən kitabın təqdimat mərasimi keçirildi. Qonaqlar vətənin müdafiəsi uğrunda canından keçən Cavid Səfərli və onun timsalında digər şəhidlərimizin qəhrəmanlığından, göstərdikləri şücaətdən danışıb. Həmçinin bildirilib ki, şəhid Cavid Səfərlinin anası Xatirə Səfərlinin müəllifi olduğu kitab gənclər üçün əsl vətənpərvərlik nümunəsidir. Həqiqətən də bir şəhidin keçdiyi şərəfli həyat yolundan bəhs edən kitabdır. Mən onun haqqında yazdığım şiirləri, onun anadan olanlar, şəhidlik məqamına ucalana qədər olduğu həyatı qələmə almışam. Və bir də bir Cavidimin bir paylaşımları var Facebook səhifəsində, çoxlu vətənpərvərlik mövzusunda paylaşımları var. Gələcəkdə onu da bir kitab halında nəşr etdirib, çap etdirməyə arzusundayam. Şəhid Cavidimin qəhrəmanlıq dastanı kitabının təqdimat mərasimi bədii hissə ilə davam edib. Hərbi vətənpərvərlik mövzusunda kompozisiya nümayiş etdirilib. Cavid çox qürurlu şagird idi. Cavidin üzündən mərdlik yağırdı. Cavid o qədər qürurluydu ki, mən vətənpərvərlikdən danışanda o qədər gözəl qulaq asırdı ki, deyirdi müəllim, gün o gün olsun Şuşa alınsın, mən gedim o yerləri görüm. Əfsuslar, əfsuslar. Cavidə Şuşa qismət olmadı, ancaq o ən gözəl zirvəyə, şəhidlik zirvəsinə çatdı. Şəhid baş leytenant Cavid Səfərli 1993-cü ildə İmişli rayonunun Əliqullar kəndində anadan olub. O Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 21-də Xocavənd uğrunda qəhrəmancasına şəhid olub. O ölümündən sonra igidliyə görə, vətən uğrunda, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalı ilə təltif edilib. Elnur Ələkbərov, Mirələkbər Hüseynov, Fəridə İsmailova, Mədəniyyət xəbərləri.